Ramazan ayının 6 xüsusiyyəti. Peyğəmbər Əkrəm sallallahu aleyhi və alihi və səlləm bir kəlamında orucun qəbul şərtləri ilə bağlı belə buyurmuşdur. Hər kim Ramazan ayında 6 xislətə sahib olarsa, Allah Taala onun günahlarını bağışlayar. Allah Taala Ramazan ayında oruc tutanlardan 6 sənəd və zəmanət istəyir. Hər kim həmin sənədləri təqdim edə bilsə, Allah Taala da onun günahlarını bağışlayacaq və tutduğu orucunun savab və mükafatının nə qədər olduğunu da Allah Taaladan başqa heç kim bilməyəcək. Həmin 6 sənəd və zəmanət bunlardan ibarətdir. Birinci şərt odur ki, oruc tutan insan dinini qorumalı, dini və etiqadının zəifləməsinə səbəb olan amilləri aradan qaldırmalıdır. İkincisi odur ki, öz nəfsini qorumalı, özünü kontrolda saxlamalı, küçə bazarlarda özünü fitnə fəsadlar və ona üz tutan günahlar dalğası müqabilində möhkəm dayanmağı bacarmalıdır. Üçüncüsü odur ki, qohum əqrəbasına baş çəkməli, kin-küdurətlərə son qoyub yaxınları ilə əlaqəni möhkəmləndirməlidir. Dördüncü odur ki, qonşularını incitməməlidir. Beşincisi odur ki, insanların hüquqlarını gözləməli, riayət etməlidir. Altıncısı isə odur ki, dilini dil günahlarından qorumalıdır. Qeyd edilən şərtlərin üçü həqqün nasdır, başqalarının hüquqlarına aiddir. Qohumluq əlaqələrinin möhkəmlənməsi, qonşulara diqqət və insanların hüquqlarına riayət. Digər üçü isə insanın özünə aiddir, dinin, nəfsin və dilin qorunması. Peyğəmbər Əkrəm buyurur ki, hər kim bu 6 şərtə və xüsusiyyətə əməl edə bilsə, qeyd edilən hədiyyələri qazanacaq və onlardan bəhrələnəcək.